Bugün dünyada nüvə silahı ətrafında davam edən mürəkkəb proseslər fonunda Polşadan diqqət çəkən açıqlama səsləndirilib. Prezident Karol Navrutski ölkəsinin öz nüvə silahına sahib olmamasının və eləcə də sahib olmasının vacibinə diqqət çəkib. O bunu Rusiya amili ilə əsaslandırıb. Brüsseldən Avropa təmsilçimiz Elzar Ağayev hazırda bizimlə birbaşa bağlantıdadır. Elzar, hər vaxtınız xeyir. Avropada nüvə silahı mövzusu niyə son günlərdə bu qədər aktuallıq qazanıb? Sualın cavabını sizdən eşidək, efirdəsiz. Salam, hər vaxtınız xeyir. Bunun birinci səbəbi təbii ki, Polşa prezidentinin də söylediyi kimi Rusiya amili ilə bağlıdır. Amma yeganə səbəb bu deyil. Ekspertlər hesab edirlər ki, həm də Amerika Birləşmiş Ştatları ilə soymaqda olan münasibətlər və rəsmi Vaşinqtonun NATO çərçivəsində Avropadakı hərbi mövcudluğunu məhdudlaşdırmağa çalışması, canlı qüvvələrin çıxarılması təbii ki, Avropa İttifaqı ölkələrində özlərinin təhlükəsizliyi ilə bağlı məsələləri daha da kəskinləşdirir və artıq öz qüvvələrinə güvənə biləcəklərini ortaya qoyur. Buna görə də bu istiqamətdə müdafiənin gücləndirilməsi istiqamətində əsas istiqamətlərdən biri də nüvə müdafiəsinin təşkilidir. Bəli, artıq sizin də qeyd etdiyiniz kimi Polşa prezidenti Karol Navrutski bu barədə bəyanat verib. O, Rusiyadan gələ biləcək təhdidlər qarşısında ölkəsinin müdafiəsinin təmin edilməsi üçün nüvə müdafiəsinə ehtiyac olduğunu bildirib və o bunun beynəlxalq hüquq çərçivəsində addımlar ataraq həyata keçirməyin mümkünlüyünü vurğulayıb və bildirib ki, biz aktiv müharibənin sərhədlərindəyik. Ona görə də bu istiqamətdə mütləq nüvə müdafiəsinin təşkili istiqamətində addımlar atmalıyıq. Rusiyanın buna müsbət təbii ki, reaksiyası olmayacaq. Rusiya buna qarşı olacaq, amma Polşa prezidenti bildirib ki, Rusiya hər şeyə qarşı ola bilər, amma bizim üçün əsas məsələ bizim müdafiəmizin, təhlükəsizliyimizin təşkil edilməsidir. Maraqlıdır ki, Münhen Təhlükəsizlik Konfransında da bu məsələ bir neçə dəfə gündəmə gəlib, bu istiqamətlərdə çıxışlar olub. Latviyanın baş naziri Evika Silina da konfransda analoji bəyanatla çıxış edib. O bildirib ki, nüvə silahı ilə xəbərdar etmək potensialı bizim qarşımızda yeni manevr imkanları aça bilər. Almaniya kansleri Friedrich Merz də ölkəsi ilə Fransa arasında Avropa üçün ümumi nüvə sistemi yaratmaqla bağlı danışıqlar aparıldığını bəyan edib. Görünən odur ki, nüvə müdafiəsinin təşkili qarşıdakı aylarda, bəlkə də qarşıdakı bir neçə il ərzində Avropa İttifaqı üçün əsas prioritet mövzulardan biri olaraq qalacaq. Brüsseldən bu qədər, söz sizdə. Çox sağ olun Elzar, ətraflı şərh üçün təşəkkürlər.